Salam əziz izləyicilər, hər vaxtınız xeyir, hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Bugünkü mövzumuz sizlərlə birlikdə informasiyanın xassələri, təqdim edilmə formaları və s. haqqında test izahları olacaq. Hal-hazırda izah etdiyim bu test bankı Coderanın abituriyentlər üçün olan test bankıdır. Kanalımı izləyənlər bilər, keçən dərs bu mövzunun izahını kanalıma yerləşdirmişdim və eyni zamanda özüm hazırladığım qısa şəkildə olan PDF-i də qrupa, Telegram kanalıma göndərmişdim. Əgər o PDF-i diqqətlə oxumusunuzsa və dərsi diqqətlə izləmisinizsə, o zaman bu testləri də çox rahat bir şəkildə yaza biləcəksiniz. İndi isə keçək birinci sualımıza. Eldar əlindəki almanın qırmızı və yumşaq olduğunu dedi. O meyvədən hansı növ informasiya aldı? İlk növbədə baxıram. Mən almanın qırmızı və yaxud da başqa rəng olmasını bilməyim üçün, hansı rəngdə olduğunu bilməyim üçün mən ilk öncə almanı görməliyəm. Mən görmədən bilə bilmərəm ki, alma qırmızıdırmı yoxsa yaşıldırmı? Bu olur audial informasiya. Və yumşaq olduğunu dedi. Almanın yumşaq olduğunu və ya bərk olduğunu bilmək üçün mən ona toxunmalıyam. Mən uzaqdan görərək və yaxud da eşidərək, nə bilim, irəyərək bilə bilmərəm ki, alma yumşaqdırmı yoxsa bərkdirmi. Ona görə burada cavab olur Y bəndi, vizual və taktil. Taktil informasiya bilirdik ki, dəri vasitəsilə alınan informasiya taktil informasiya adlanır. Gəldik ikinci sual. İnformasiyanın növləri. Bu sırf nəzəri sualdır. Əgər PDF-i oxumusunuzsa, bu sualı çox rahat yaza biləcəksiniz. Deməli, A bəndində deyilir, mətin ədədi taktil qoxu. Mətin ədədi informasiyanın təqdim edilmə formasına aiddir. Taktil qoxu isə informasiyanın növü. Bizdə istəyir ki, variantda bütün yazılanlar informasiyanın növləri olsun. Ona görə bunu götürmürük. Elmi, mətin, tarix, taktil, dad, mətin informasiyanın təqdim edilmə formasıdır, götürmürük. Bizdən növlərini istəyir. Elmi isə informatikanın heç bir anlayışında yoxdur. Daha sonra gəldik qrafik, səs, video, dad, qoxu. Bu variantı götürə bilərdik. Amma sırf o video sözünə görə götürə bilmirik. Çünki video informasiyanın təqdim edilmə formasına aiddir. Gəldik D variantına. Səs, görmə, taktil, dad, qoxu. Aha, artıq bunu götürə bilərik. Səs həm eyni zamanda audial da adlanırdı, informasiyanın növü. Görmə, vizual da adlanırdı. Taktil dedik ki, dəri vasitəsilə alınan informasiya, dad və qoxu. Bunlar hamısı informasiyanın növlərinə aiddir. Demək ki, cavabımız nə oldu? D variantı. Amma yenə də Y variantına da bir nəzər yetirək, görək Y variantı niyə olmur? Y variantının ədədi, taktil, mətin, səs. Aha, burada niyə götürmürük? Ədədi və mətin olduğu üçün. Çünki bunlar informasiyanın təqdim edilmə formasıdır. Ona görə də bu variantı biz götürə bilmirik. Gəldik üçüncü suala. Uyğunluğu müəyyən edin. Bilik verilən informasiya. Aha, ilk öncə bilik verilən informasiya nə idi? Bir bunu yadımıza salaq. PDF-də də bunu qeyd eləmişdim. Əgər bilmirsinizsə, Telegram kanalına atdığım PDF-dən buna baxa bilərsiniz. Deməli, ilk öncə verilən nə idi? Kompüterin yaddaşında hər nə varsa, istər mənası olsun, istər mənası olmasın. Bunlar hamısı verilənlər adlanırdı. İnformasiya isə, elmi dildə desək, mənası olan verilənlər yığınıdır. Yəni, hər hansısa bir məlumat, fakt bizim üçün yenidirsə, biz bunu yeni öyrəniriksə, bu adlanır informasiya. Bilik isə informasiyanın daha üst səviyyəsi, yəni informasiyanın tətbiq edilməsi artıq bilik adlanır. Hətta belə bir misal da çəkmişdim ki, sizə. Məsələn, müəllim sizə ədədi silsilə düsturunu izah edib. Siz bu düstur elə bir ki, sizin üçün yeni məlumatdır. Yəni, yeni dərs ədədi silsilə dərsidir. Bu yeni məlumatdır. Bu yeni məlumat olduğu üçün olur informasiya. Amma bu düsturu siz artıq misallarda tətbiq etsəniz, misallarda məsələn verilənləri siz düsturda yerinə qoyub hesablasanız, bu olur artıq bilik. İndi isə baxaq variantlara. A variantı ixtiyari bir məlumatdır. Mənasının olub olmaması önəmsizdir. Bu hara gedir?
təbii ki də 2-yə. 2 olur A bəndi. Müəyyən bir mənaya sahib olan verilənlərdir. Bu isə gedir 3-cüyə, informasiyaya. 3 olur B, 2 olur A. 1-ə də avtomatik olaraq C qalır, amma yenə də oxuyaq və onun da izahını verək. İnformasiya üzərində müəyyən mövcud qaydalar əsasından əməliyyatlar aparılması nəticəsində alınan və qərar qəbul etməyə kömək edən məlumatdır. Bu olur nə? Yəni informasiyanın tətbiqi. Bu olur bilik. Deməli cavabımız nə oldu? 1C, 2A, 3B. Cavab olur Y variantı. Gəldik 4-cü suala. Hansı obyektdən insan səs informasiyası qəbul edər? A bəndi kitabda yazılan faktlardan xeyr. Biz kitabı açanda oradakı faktlar cədvəl şəklində bizə verilə bilər, mətin şəklində, ədədi şəklində də bizə təqdim oluna bilər. Buradan biz heç bir halda səs informasiyası qəbul etmirik. Daha sonra günəş şüasından, günəş şüası da biz çölə çıxanda günəşi görürük, şüasını da təbii ki də gözümüzə düşür və deyirik ki, günəş gözümə gün dəydi. Bu nə olur? Vizual informasiya olur. C variantı kükürt qazının havaya yayılmasından. Kükürt qazının havaya yayılması nəticəsində biz qoxudan bilirik ki, qaz havaya yayılıb. Yəni burada da heç bir şəkildə səs informasiyası yoxdur. D bəndi meyvələrin rəngindən. Bu da vizual informasiya sayılır. Y bəndi güclü yağışın yağmasından. Bəli, yağış yağanda çünki biz evdə olarkən çöldən belə deyək də səs gələndə biz bilirik ki, yağış yağır, yoxsa külək əsir. Yəni baxmamış onu bilə bilərik. Ona görə cavab olur Y variantı. Gəldik 5-ci suala. Kompüterdə olan bütün informasiyalar kompüter üçün nə sayılırdı? Bunu bayaq da dedik. Kompüterin yaddaşında olan bütün informasiyalar, istər mənası olsun, istər mənası olmasın, bu nə adlanırdı? Verilən. Cavab olur C variantı. İndi isə baxaq 6-cı suala. Bu deyir uyğunluğu müəyyən edin. Bu sual nümunəsi informasiyanın xassələrinə aid bir sual nümunəsidir. PDF-də də bu şəkildə ətraflı olaraq qeyd eləmişəm. Deməli, informasiyanın 3 xassəsi verilib. Aktuallıq, obyektivlik, tamlıq və deyir ki, buradakı variantlarla uyğunlaşdır. Birinciyə baxırıq. A bəndində obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Bu dedik hansı xassəyə aiddir? Tamlıq. Çünki biz hər hansısa bir informasiya haqqında qərar vermək üçün, nəticə çıxarda bilmək üçün bu obyekt haqqında bizim əlimizdə tam şəkildə bütün məlumatlar olmalıdır. Əgər bir məlumat belə olmasa, yəni məlumatlar tam olmasa, biz bu informasiya haqqında nəticə çıxarda bilmərik, təhlil apara bilmərik və qərar verə bilmərik. Ona görə də 3-ə getdi A bəndi. B-yə baxırıq. Onun obyektiv gerçəkliyə uyğun olmasıdır. Onun, yəni informasiyanın obyektiv gerçəkliyə uyğun olmasıdır. Məsələn, bunun izahını belə verim. Əlimizdə bir məlumat var. Biz bu məlumatı kim araşdırsın, hansı mənbədən araşdırırsan, araşdır. Bu məlumat bütün mənbələrdə eynidirsə, məsələn, mənim araşdırmağımla bu başqa cür olmayacaqsa və yaxud da onun araşdırmağı ilə bu başqa bir məlumat ortaya çıxmayacaqsa, yəni eynidirsə bütün mənbələrdə, bu olur obyektivlik. Yəni bu o deməkdir ki, informasiya heç kimin fikrindən asılı deyil. 2-yə gedir B bəndi. C-yə baxaq. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir. Burada hamısı kitab cümlələri ilə yazılıb. Mən bunu ətraflı şəkildə sizə izah edim. Yəni, belə deyək, informasiyanın cari zamana uyğunluğu, məqsəd və istifadəyə uyğunluğu, bu informasiya, bu, belə deyək də, hal-hazırda mənə lazımdırmı, mənim üçün aktualdırmı? Bu isə olur informasiyanın aktuallıq xassəsi. 1-ə gedir C. Baxırıq. Onun mövcud zaman arasında uyğunluq dərəcəsini ifadə edir. Bu da yenə gedir aktuallığa 1-ə. Niyə? Çünki amma variantlarda bu yoxdur. Yəqin ki, nəsə səhvlik olub.
məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini, bu aktuallıq sayılır. Və onun mövcud zaman anında uyğunluq dərəcəsini, yəni mövcud zamana hal-hazırda bu informasiya aktualdırmı, aktual deyilmi, bunu mən bilirəm. Və 1-ə gedir CD, D gedir. Çünki mövcud zamana, cari zamana uyğunluğu, mövcud zaman anında informasiyanın uyğunluğu aktuallıq adlanır. 1-ə CD gedir. Ola bilər testdən səhv, çünki belə PDF testlərdə bəzən səhvlər olur. E bəndi onu qəbul edənin bu informasiya anladığı dildə ifadə olunması başa düşülür. Bu isə informasiyanın anlaşıqlıq xassəsidir. Hətta belə bir nümunə də göstərmişdim ki sizə. Siz məsələn riyaziyyat müəllimisiniz, dostunuz musiqi müəllimidir, sizə götürüb notlar atıb. Siz bu notlara baxırsınız, heç nə anlamırsınız. Çünki bu sizin ixtisasınız deyil və burada da dedik ki, informasiyanın anlaşıqlıq xassəsi pozulub. Burada əslində elə səhv yoxdur. Bircə 1-ə CD gedir, qalan variantlar hamısı uyğun gəlir. 1-ə CD getdi, 2-ə B getdi, 3-ə isə A getdi. Cavab D bəndi. Gəldik 7-ci suala. Aktual informasiyadır. İnformasiyanın başa düşülən olması, xeyr. İnformasiyanın başa düşülən olması onun anlaşıqlıq xassəsidir. İnformasiyanın qismən başa düşülməsi bu informasiyanın heç bir xassəsinə aid deyil. Cari zamanda bizlər üçün əhəmiyyətli olması, dedik ki, aktual informasiyadır. Yəni həmin ana, həmin dövrə informasiyanın uyğun olması, bu dedik aktual olması informasiyanın aktuallıq xassəsidir. İnformasiyanın etibarsız olması, burada informasiyanın etibarlılıq prinsipi xassəsi pozulub, etibarlı mənbədən alınması, bu isə informasiyanın etibarlılıq xassəsinə aiddir. Yəni burada informasiyanın etibarlılıq xassəsi ödənilib deməkdir. Yenə də deyirəm, PDF-i diqqətli şəkildə oxusanız və izah etdiyim birinci dərsə diqqətli şəkildə baxsanız, bütün testləri yaza biləcəksiniz. Dedik, biri obyektiv informasiyadır. Obyektiv informasiya dedik ki, bu informasiya heç kimin fikrinin, subyektiv fikrindən asılı olmamalıdır. Hansı mənbədən araşdırırsan, araşdır, bu informasiya eyni olmalıdır. İndi test nümunəsindən daha yaxşı başa düşəcəksiniz. A bəndi, yay fəsli ilin ən gözəl fəslidir. Bu informasiya obyektiv ola bilməz. Çünki bu insandan insana dəyişən bir informasiyadır. Məsələn, mənim üçün yay fəsli ilin ən gözəl fəslidirsə, sizin üçün yay fəsli ilin ən gözəl fəsli olmaya bilər. Çünki insan var istini sevir, insan var soyuğu sevir, insan var deyir ki, məsələn, mənim üçün ən gözəl fəsil qış fəslidir. Bu artıq subyektiv fikir olduğuna görə biz bunu obyektiv informasiya kimi götürə bilmərik. B bəndi, Aytana görə Nazlı çox mehriban qızdır. Bu da obyektiv informasiya ola bilməz. Çünki bu da subyektdən subyektə dəyişir. Yəni insandan insana bu dəyişir. Kiməsə görə Nazlı çox mehriban qız ola bilər. Kiməsə görə isə Nazlı çox belə deyək, kobud qız ola bilər. Kiməsə görə də çox sevgi dolu, şirin bir qız ola bilər. Kiməsə görə gözəl ola bilər, kiməsə görə də çirkin ola bilər. Ona görə bu informasiya da obyektiv informasiya deyil. Çöldə hava çox soyuqdur. Belə deyək, çöldə hava məsələn, sən soyuq davamın yoxdursa, sənin üçün çox soyuq ola bilər. Amma mən soyuğa davamlıyamsa, bu mənim üçün çox soyuq olmaya bilər. Mən deyə bilərəm ki, yox, elə də soyuq deyil. Bu da subyektdən subyektə dəyişən bir fikir olduğuna görə keçirik D bəndinə. Bugün küləyin sürəti saatda 8 kilometrdir. Bu informasiya artıq araşdırılıb. Bütün mənbələrdən mən bunu araşdırsam, mənə deyəcəklər ki, küləyin sürəti saatda 8 kilometrdir. Çünki belə deyək də, bu elmi bir faktdır. Bunu araşdırmaq üçün elmi, nə bilim, düsturlar, nələr, bunu meteoroloqlar daha yaxşı bilər təbii ki. Mən bunu hansı mənbədən araşdırıramsa araşdırım, bu eyni məlumatı mən alacağım. Çünki bu artıq sübut olunmuş və təsdiqlənmiş bir faktdır.
Cavab olur burada D bəndi. Y bəndinə də baxaq. Tətil üçün ən yaxşı ölkə Braziliyadır. Bu da təbii ki, obyektiv informasiya ola bilməz. Niyə? Çünki mənim üçün ən yaxşı ölkə Braziliya ola bilər. Sənin üçün ən yaxşı ölkə belə deyək, Fransa ola bilər. Yəni bu da subyektdən subyektə dəyişən bir fikir olduğuna görə bunu da götürə bilərik. Cavab olur D variantı. İndi gəldik 9-cu suala. Rauf və Fuad görüşmək üçün məkan təyin etdilər, lakin vaxtı təyin etməyi unutdular. Burada Rauf və Fuad üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Bəli, mən bu nümunəni PDF-də vermişdim və demişdim ki, hətta əgər PDF oxuyanlar varsa biləcəklər, rəfiqənizlə görüşmək istəyirsiniz, vaxtı təyin edirsiniz, lakin məkanı təyin etmirsiniz. Bu zaman informasiyanın hansı xassəsi pozulmuş olur? Təbii ki də tamlıq xassəsi. Yəni sizin görüşə bilməyiniz üçün bütün informasiyalar tam şəkildə olmalıdır. Vaxt məlum olmalıdır, saat məlum olmalıdır, ayın tarixi məlum olmalıdır. Və burada da ona görə deyirik ki, informasiyanın tamlıq xassəsi pozulub. Cavab olur C bəndi. Keçirik 10-cu suala. Deyir, doğru mülahizəni müəyyən edin. İnformasiya anlaşılan, yəni doğru fikri də göstərin. İnformasiya anlaşılan dildə təqdim olunursa, deməli aktual informasiyadır. Xeyr, informasiya anlaşılan dildə təqdim oluna bilər, amma bu bizim üçün artıq köhnə informasiya ola bilər. Yəni bu dövrdə istifadə olunmayan informasiya, yəni bizə cari zamanda lazım olmayan bir informasiya ola bilər. Bu aktual informasiya yox, bu informasiyanın anlaşıqlıq xassəsidir. Gəldik B bəndinə. Ayselin Fatimə haqqında düşüncələri obyektiv informasiyadır. Xeyr, Ayselin Fatimə haqqında düşüncələri çox pozitiv ola bilər, amma mənə görə isə Fatimə haqqında düşüncələrim çox negativ ola bilər. Bu subyektdən subyektə dəyişən bir fikirdir. Buna görə də bu obyektiv informasiya deyil. Gəldik C bəndi. İnformasiyanın tərkibində deyəsən, yəqin, çox güman ifadələri olarsa, deməli anlaşıqlı informasiyadır. Xeyr. D bəndi. Hər hansı bir şəxs Instagram səhifəsində məktəblərdə ümumi təhsilin yenidən distant formada təşkili barədə post paylaşıb, bu etibarlı informasiyadır. Xeyr, biz qeyd etdik və dedik ki, informasiyanın etibarlı olması üçün onu etibarlı mənbələrdən paylaşılması lazımdır. Məsələn, bu belə deyək də, dərslərin təşkilinə hansı qurum baxır? Təhsil Nazirliyi məsələn. Və Təhsil Nazirliyinin etibarlı mənbə bizim üçün Təhsil Nazirliyinin səhifəsi, saytıdır. Orada bu paylaşılmayıbsa, hər hansısa bir şəxs 100 nəfər adam paylaşsın, bu artıq etibarlı informasiya sayılmır. Yəni informasiyanın etibarlı olması üçün onun rəsmi mənbələrdən əldə olunması lazımdır. Təsdiq olunmuş etibarlı mənbələrdən əldə olunması lazımdır. Gəldik E variantına. Hidrometeoroloji stansiya sabah havanın kəskin soyuyacağı barədə əhalini məlumatlandırdı. Etibarlı informasiyadır. Bəli, hidrometeoroloji stansiya artıq belə deyək də rəsmi bir qurum mu deyim, nə deyim, yəni belə deyək də havanın vəziyyətinə baxan bir qurum. Yəni bu hidrometeoroloji stansiyadır. Bu bizim üçün etibarlı bir mənbə. Məsələn, mən desəydim ki, hava sabah soyuq olacaq, bu etibarlı mənbə olmazdı. Amma hidrometeoroloji stansiya dediyinə görə bu olur etibarlı mənbə. Yəni informasiyanın etibarlılıq xassəsi burada gözlənilib. Ona görə də cavab olur Y variantı. 11-ci suala baxırıq. İnformasiyanın xassələri hansı sırada düzgün verilmişdir? Bu da çox rahat bir sualdır. PDF-i oxumusunuzsa yaza biləcəksiniz. Obyektivlik, tamlıq, kütləvilik, aktuallıq. Kütləvilik informasiyanın xassəsi deyil, algoritmin xassəsidir. İnşallah ki, bunu sizlə keçəcəyik. B bəndinə baxırıq. Aktuallıq, obyektivlik, diskretlik, dəqiqlik, kütləvilik. Diskretlik, dəqiqlik, kütləvilik bu da informasiyanın xassəsi deyil, algoritmin xassəsidir. C bəndinə baxırıq. Obyektivlik, tamlıq, etibarlıq, aktuallıq, anlaşıqlıq. Bunlar artıq hamısı informasiyanın xassələridir. İndi cavab olur C variantı. Digər variantlara da baxaq. Aktuallıq, nəticəlilik, obyektivlik, diskretlik, anlaşıqlıq.
Nəticəlilik, diskretlik, bunlar da alqoritmin xassəsi olduğuna görə bu variantı götürə bilmərik. Obyektivlik, tamlıq, diskretlik, aktuallıq, kütləvilik. Kütləvilik, diskretlik yenə də alqoritmin xassələri olduğu üçün biz bu variantı götürə bilmərik. Gəldik 12-ci suala. Vəli məntiq oyunu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdır. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansına uyğundur. Burada Vəli üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Biz nə demişdik? İnformasiya haqqında hər hansısa bir qərarı vermək üçün, nəticə qəbul etmək üçün, onu uyğunlaşdırmaq üçün bizim əlimizdə tam şəkildə bütün məlumatlar olmalıdır. Burada da Vəliyə 2 ədəd şifrə verilib, amma deyilməyib ki, bu hansı açara aiddir, hansı şifrə hansı açara aiddir. Ona görə də burada cavab olur A bəndi, yəni burada tamlıq xassəsi pozulmuşdur. Gəldik 13-cü suala. Gizli otağın şifrələri yanlış yığılarsa, avtomatik şifrə başqa şifrələrlə əvəz olunur. Vəlinin ilk cəhdi uğursuz olur və artıq Vəlidə olan şifrələr üçün hansı xassəsə pozulmuşdur. Belə deyək də, bunun belə şəkildə izah edeyim ki, yəni cari anda bir şifrəni əgər səhv yazırsansa, cari zamanda, yəni hal-hazırki zamanda bu şifrə artıq etibarsız olur. Yəni növbəti ondan qabaqki şifrə. Artıq hal-hazırki cari zamanda yeni şifrə ilə bu şifrə əvəz olunur. Burada da dedik ki, təbii ki, informasiyanın aktuallıq xassəsi pozulub. 14. Musiqi təhsili alan Aytən yaxın dostu Gülnara yeni bəstələdiyi musiqi notlarını göndərdi. Amma Gülnarın musiqi təhsili olmadığı üçün heç nə başa düşmədi. Gülnar üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Bunu bayaq da izah elədik. Təbii ki, burada informasiyanın anlaşıqlıq xassəsi pozulmuşdur. Cavab olur D bəndi. Keçək növbəti suala. İnformasiyanın cari zamana uyğunluq dərəcəsi necə adlanır? Təbii ki də aktuallıq D bəndi. 16-ya baxaq. İnformasiyanın xassələri hansıdır? Aktuallıq. İkinci, kütləvilik alqoritmin xassəsinə aiddir. Bunu götürmürük. Obyektivlik informasiyaya aiddir. Anlaşıqlıq. Müəyyənlik də alqoritmə aiddir. Bunu inşallah keçəcəyik sizlə. Bir də olur informasiyanın xassəsi tamlıq. Deməli, cavabımız nə oldu? 1, 3, 4, 6. Cavab olur A bəndi. 17-ci suala gəldik. Deyir, informasiya prosesi deyil. İnformasiya proseslərini ilk öncə yadımıza salaq. İnformasiyanın dedik ki, ötürülməsi, saxlanması, emalı və toplanması. İndi baxırıq. Birinci gəlir informasiyanın toplanması. Bu informasiya prosesidir. Bunu götürmürük. Çünki bizdən yanlış variantı istəyir. Bax, həmişə testdə uşaqlar axıra kimi oxumurlar, əvvəldən oxuyur. İnformasiya prosesi. Bu deyirsə, deməli bunu götürməliyik. Xeyr, həmişə çalışın testi sona kimi oxuyun ki, çaşmayasınız. Çünki bəzən səhv variantı istəyir, uşaqlar götürürlər, düzgün variantı yazırlar və bu da təbii ki də testin cavabında səhvə gətirib çıxarır. Deməli, birinci A variantı deyir, informasiyanın toplanması. Bu dedik ki, informasiya prosesidir. B bəndi informasiyanın ötürülməsi, bu da informasiya prosesidir. Amma gəlir informasiyanın tamlığı, bu dedik ki, bayaqdan tamlıq informasiyanın xassəsidir. Bu bir proses deyil. Gəldik informasiyanın emalına. Bunu da indi dedik ki, informasiya proseslərinə aiddir. Və bir də gəldik informasiyanın saxlanmasına. Bu da dedik ki, informasiya prosesinə aiddir. Deməli, burada cavab hansı oldu? Cavab oldu C variantı. Gəldik 18-ci suala. Məktəbin kitabxanasına... Qoy, nə oldu buna? Üzr Hüseyin əlindəydi. Məktəbin kitabxanasına yeni tədris ili üçün kitablar gətirildi. Kitabxana riyaziyyat, informatika və Azərbaycan dili fənlərinin tədrisi üçün cəmi neçə kitab qəbul etdi?
Aha, bu sual informasiyanın təqdim edilmə formalarına aid. Yəni cədvələ baxaraq biz bunu tapacağıq. Deməli, riyaziyyat, informatika, Azərbaycan dili fənlərinin tədrisi üçün neçə kitab? Buradan cədvəldən baxırıq. Riyaziyyat üçün 300 kitab. Sonra gəldik informatika üçün. Burada da baxırıq. Təxmini 150 kitab. Çünki burada bax 100 buradadır. Yarısına kimi gəlib olur 150. Daha sonra isə olur 200. 150. Bunu toplayıb özünüz taparsınız. Mən sadəcə izah eləyirəm. 300 riyaziyyatdır. Baxın, cədvəldə də baxıram. 150 informatikadır. Daha sonra hansı fənnidir? Riyaziyyat, informatika və Azərbaycan dili üçün. Azərbaycan dili üçün də baxaq cədvəldən. Azərbaycan dili baxın yazılıb. Görək hara kimi. Bu da 250 dənə. Bax, bura yarıya kimi gəlibsə, bu artıq 250 sayılır. Deməli, ümumilikdə yenə bir ümumi baxaq. Bax, cədvəldən baxıram. Mənə deyir burada nə? Riyaziyyat, informatika, Azərbaycan dili fənlərinin tədrisi üçün cəmi neçə kitab? Kitabların sayını tapıram əvvəlcə cədvəldən. Baxıram buradan. Riyaziyyat 300. İnformatika 100. 100-ün burada yarısına gəlibsə 150. 300 üstə gəl 150. Elədi neçə? 450. Azərbaycan dili kitabı da olur 250. 450-nin üstünə də 250 gələndə cavab olur 700. Cavab olur D variantı. Yəni burada bütün kitabları da təbii ki tapmaq olur. Sadəcə şərtdən mənə sırf riyaziyyat, informatika, Azərbaycan dili dediyi üçün mən sırf bu kitabları tapıb cəmini sizin üçün hesabladım. Yəni burada başqa variant, kimya da verə bilərdi, biologiya da verə bilərdi. Onları da cədvəldən baxıb təbii ki də tapa bilərsiniz. Gəlin elə baxaq, onların da sayını tapaq. Bax, kimya, birinci kimyadır da. Bu xəttə kimi gəlib. Neçədir bu? 100. Daha sonra biologiya yarıya kimi gəlib. Aşağı baxıram, neçədir bu? 50. Çünki 0 ilə 100-ün arasında tən ortadadırsa, bu olur 50. Ədəbiyyata baxıram. Ədəbiyyat tam 200-ə çatıb. Olur 200 dənə. Coğrafiya, bu da 100-lə 0 ilə 100-ün arasında tən ortadadırsa olur 50. Keçək növbəti suala. Film və kliplər hansı informasiya formasına aiddir? Təbii ki də video. Çünki həm görüntü var, həm səs varsa bu olur video informasiya. 20-ci sual. Ərizələr və yazılı təlimatlar hansı informasiya formasına aiddir? Bunlar da aid olur təbii ki də mətn. Çünki ərizədə, belə deyək də, yəqin ki ərizə çoxunuz görmüsünüz məktəbdə falan yazanda. Biz burada əslində ədədi informasiyadan istifadə edirik, sadəcə ayın tarixini yazmaq üçün, amma daha çox mətn informasiyadır. Çünki biz orada yazıb məruzə eləyirik nəysə. Xahiş edirik ki, falan şeyə bizə icazə verəsiniz. Bu olur mətn. 21-ci suala baxaq. Sxemlər və çertyojlar hansı informasiya formasına aiddir? Bu atdığım Telegram qrupuna göndərdiyim PDF-də də var. Qrafik informasiya formasına aiddir. Keçək 22-ci suala. Bugünlük ümumilikdə testlər 50 dənədir, amma mən bugünlük sizə 25 dənə sual izahını kanalımda paylaşacağım. Qalan 25-ni isə sağlıq olarsa, yəni çatdıra bilsəm, axşam sizin üçün kanalıma yenə yükləyəcəm. 22-ci suala baxaq. Bu da yenə informasiyanın təqdim edilmə formalarına aiddir. Mətn, qrafik, səs. Baxırıq. Futbol oyunlarının hesabı. Futbol oyunlarının hesabı, yəni hesab nə ilə göstərilir? Rəqəmlə. Bu heç birinə aid deyil. Çünki bizdən mətn, qrafik, səs istəyir yalnız. Qəzetdə yazılan məlumat. Qəzetdə yazılan məlumat, açırıq qəzeti, baxırıq, nə? Mətn formasında yazılır da. Bu da olur mətn informasiya. 1B. Qarmonda ifa etmək. Qarmonda ifa eləyəndə nə olur? Səs çıxır da. Yəni biz ifanı elə eşidirik. Bu da olur səs informasiyası. 3C. Qarmon çünki musiqi alətidir, bildiyiniz kimi. D bəndi. Y bərabərdir. Kx üstə gəl B funksiyasına. K böyükdür 0. Ərtin bu ş olmalıdır. Şərtini ödəyən sxem. Təbii ki, sxem deyirsə, bu artıq olur qrafik. 2-yə D gedir.
1 heç birinə dedik aid deyil, çünki bu ədədi informasiyadır. 2-yə gedir, 1-ə gedir B, 2-yə gedir D, 3-ə gedir C. İndi Y-yə də baxaq. Metro daxilində qatara gedən yolun sxemi. Sxem deyirsə burada, bu da təbii ki də yenə qrafik olacaq. Deməli, nə oldu? 1-ə getdi B, 2-yə getdi D bəndi və Y bəndi. Çünki sxem deyirsə, bu artıq avtomatik qrafik informasiyaya aid olur. 1B, 2D-yə, 3-ə də getdi C variantı. Cavab olundu D bəndi. Gəldik 23-cü suala. Bu da yenə informasiyanın təqdim edilmə formasına aiddir. Birinci qrafiki soruşur. Mətin və ədədi. Şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən, cədvəllərdən istifadə olunur. Bu nə dedik? Təbii ki də sxemlər, cədvəllər anlayışı burada varsa və eyni zamanda şəkillər anlayışı da olsaydı, bu üçü də aiddir qrafik informasiyaya. Yəni burada informasiya qrafik şəkildə şagirdlərə təqdim olunub. 1-ə getdi A, 2-yə bax, B-yə baxaq. Tələbə biletini itirən Xədicə universitetin rəhbərliyinə ərizə ilə müraciət etdi. Bayaq dedik ki, ərizə nə idi? Mətni informasiya. Yəni ərizə nədir? Müraciət xarakterli yazdı. Biz orada yazıb müraciətimizi bildiririk yazılı şəkildə. Ona görə bu olur informasiyanın mətn formasında təqdim edilmə üsulu. Gəldik C bəndinə. Otaqdakı temperaturun 16 dərəcə olduğunu, otaqdakı termometr temperaturun 16 dərəcə olduğunu göstərdi. 16 dərəcə nə? Termometrin üstündə bilirik ki, göstəricilər rəqəm şəklindədir. Ədədlər şəklində verilir. Ona görə də bu variant aid olur 3-ə. Deməli, cavabımız nə oldu? 1-ə getdi A, 2-yə getdi B, 3-ə də getdi C. Cavab oldu B variantı. Gəldi 24-cü sualımıza. Yenə də informasiyanın təqdim edilmə formalarına aiddir. Birinci baxırıq A-ya. Bakı şəhərinin tikinti layihəsinin sxemi, sxem sözü deyirsə, cədvəl deyirsə və yaxud da şəkil deyirsə, bu aid olur avtomatik şəkildə, bir mənalı şəkildə qrafik informasiyaya. 3-ə getdi A bəndi. Kitabdan yazılan hekayə. Bu olur, hekayə bilirik ki, yazılı formada yazılır. Biz kitabı açırıq, oxuyuruq, nə olur orada? Ancaq yazılar. Bu olur mətn informasiya 1B. Daha sonra 2-yə. Futbol oyununun başlama vaxtı. Vaxt burada deyirsə, rəqəmlə ifadə olunduğu üçün 2 olur C bəndi. D bəndində şagirdin müəllim haqqında fikirləri, yəqin ki, yazılı şəkildə yazar da, yazılı şəkildə yazırsa, bu olur mətni. Deməli, 1-ə getdim, B, D bəndi, 2-yə getdim, hələ ki C bəndi, sonra deyir Azərbaycanın gözəl mənzərəsinin şəkli. Bu da olacaq 3-cü variant, 3-cü bəndə, yəni qrafik informasiyaya. Deməli, necə oldu cavabımız? 1-ə getdi B və D variantı, 2-yə getdi C variantı, 3-ə getdi Y və A bəndi. 3AY, zaten 3-ün A və Y olduğu 2 variant var burada. 1-ə getdi B və D, A bəndi. Siz belə testləri işləyəndə, uyğunluğu müəyyən edində işləyəndə, dəftərin bir yerində bu variantları və uyğunluğu qeyd edin ki, yadınızdan çıxmasın. Çünki bu testlər biraz diqqət tələb edən test, yəni ani bir diqqətsizlikdə artıq variant səhv alına bilər. Yəni uyğunluğu müəyyən elədikcə birin qabağına yanıyor, biri A getdi, B getdi və yaxud da 2-yə C və D getdi. Bu cür işləsəz daha rahat işləyə bilərsiniz. Yəni variantınız düz çıxar, həm də dəqiq olar. Gəldik 25-ci sualımıza. Əslində bu sual daha çox məntiqi bir sualdır, məntiqə aid olan bir sualdır. Yəni bildiyiniz kimi qəbul imtahanları artıq, qəbul imtahanlarında artıq şagirdin həm məntiqi təfəkkürü, həm informatika biliyi, həm də riyazi biliyi
yoxlanılır. Yəni bunlar hamısı bir fəndə birləşib. Ona görə sualları həm məntiqi, həm riyazi bacarığı yoxlayan suallar kimi salınır. Yəni əzbər suallar deyil artıq. Yenə də deyirəm, kanalda dərsləri mütəmadi şəkildə izləsəniz, bütün suallara aid nümunələr inşallah ki işləyəcəyik sizlərlə birlikdə. O zaman mən inanıram ki, beyninizdə qəbul suallarına dair təsəvvür yaranacaq və sizdə çox gözəl baza olacaq. İnşallah onu da qeyd edeyim ki, sentyabr ayından da dərslərimiz başlanacaq. Yazılmaq, qeyd olmaq üçün Telegram kanalımıza qatılmağınız tövsiyə olunur və orada ətraflı şəkildə dərslər haqqında məlumat veriləcək. İndi keçək sualımıza. Burada deməli, cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı deyir, seçin. Verilib burada maaş cədvəli və bir siyahılar da verilib. Bu cədvəldən bayaq da işlədik. Deyir burada gündüzün maaşı birinci. Gündüzün maaşına baxıram cədvəldən nə qədərdir? Bax, gündüz 2500. 2500 gündüzün maaşı. Ümumiyyətlə, belə sualları, variantları çıxdaş eləyə işləsəniz daha tez taparsınız. 2500'ün olduq, bax 1, 2, 3-lə mən bunu uyğunlaşdırmalıyam. Gündüzün maaşını cədvəldən gördüm ki 2500'dür. 2500. A variantını çıxdım, B-ni çıxdım, Y-ni də çıxdım. Qaldı deməli burada mənə neçə variant? 2 variant. C və D arasında qalmışam. Sonra deyir 50-dən az maaş alanların sayı. Baxıram 50-ni tapıram cədvəldə. Deməli 50 ikinci yazılandı cədvəldə. 2000-dən 2500'ün arasında olur, yarı-bayarı düşür də 2250. İndi deyir ki 2250 50 alır. Burada soruşur ki 50-dən az maaş alanların sayı. Baxıram 50-dən az maaş alanlar elə cədvəldə görünür. Nurlan birisi, o birisi Eltac, biri də Anar. 50-dən az maaş alanların sayı neçədən oldu? 3 dənə. Əslində artıq variant çıxdı. Amma yenə də baxaq. C və D arasında qalmışdıq. Burada da 50-dən az maaş alanların sayını 3 tapdıq. D-ni zaten götürə bilmərəm. Çünki 50-dən az maaş alanların sayını mən 3 tapmışdım. Burada isə ikinci yerdə 2 durub, 2 tapılıb. Ona görə də elə avtomatik cavab variantı olur C variantı. Amma yenə də üçüncünü də tapaq. Eltacdan çox, Ravildən az maaş alanların sayı. Baxaq, əvvəlcə Eltacın maaşını tapaq, görək bir Eltac nə qədər alıb. 500-lə 1000-in arasındadır. Eltac alır 500 manat. Yəni cədvəldən. Ümumiyyətlə, 500-lə 1000-in arasında olanda, ümumiyyətlə, bütün rəqəmlər, bax, 1500-dən 2000, 2000-dən 2500, bu ikisinin ortasında olanda bu zolaq. Demək ki, yarı-bayarıdır. Həmin sonuncu rəqəmin yarısı qədər maaş alır. 500 ilə burada da 1000-in arasındadır Eltacın maaşı. Deməli, Eltac nə qədər alır? 500 manat maaş alır. Deyir, Eltacdan çox, Ravildən az. İndi Ravilin maaşını tapaq. Maşallah, Ravil maşallah. Bu da 3000-dən 3500-ün arasındadır. Haradasa deyək ki, 3500-ün yarısı qədər maaş alır. Yox, 3500-ün yarısı qədər deyil. Dən haradasa 3500-dən deyək az maaş alır. İndi baxaq, görək. Eltacdan çox maaş alanların sayını tapaq. Eltacdan bax, elə bunu heç belə tapma. Bu zolaqlardan, zaten qara zolaqlardan biz bilə bilərik ki, Ravildən az nə qədər adam alır, Eltacdan çox nə qədər adam alır. Eltacdan çox maaş alanların sayını deyək də 50-dir, 1, Ravildir, 2, bir də Gündüzdür, 3, bir də Anardır, bu olur 4 nəfər. Bəs Ravildən az maaş alanların sayı? Ravildən az maaş alanların sayı olur 50 və eyni zamanda Eltacdan
Elə ki, bu şərt elədir ki, həm eltajdan çox, həm də Ravildən az maaş alan ikisi də eyni anda eyni şərti ödəməlidir. Ravildən az maaş alanların sayı Nurlan da var, amma Nurlanı götürə bilmərəm. Çünki Nurlan eltajdan az maaş alır. Mən eləsini götürməliyəm ki, həm eltajdan maaşı çox olsun, amma Ravildən də eyni zamanda Ravildən maaşı az alan adam olsun. Deməli, Ravildən maaşı az, eltajdan çox Əli var. 1. Ravildən maaşı az, eltajdan çox Gündüz var. Ravildən maaşı az, eltajdan çox bir də Anar var. Deməli, neçə nəfərdir? 3 nəfər. Nurlan dedi ki, götürə bilmirik, çünki o eltajdan da az maaş alır. Cavab oldu zaten C variantı. Bu da sonuncu sualımızın izahı. Bugünlük bu qədər. Hər birinizə uğurlar arzulayıram və inanıram ki, kanalım sizə çox faydalı olacaq. Əgər dərsləri vaxtında izləsəniz, atdığım PDF-ləri vaxtında oxusanız, mən inanıram ki, sizdə bu bir ay ərzində mükəmməl bir baza formalaşacaq və eyni zamanda hazırlıqlara qoşulanda da sizin üçün oxumaq çox rahat olacaq.